Hamınız salam dostlar, necəsiz? Ümid edirəm yaxşısınız. Bugün sizlərlə Minecraft videosu ilə qabağınızdayım. Bu mənim öz sunucumdur. Hal-hazırda maydan bəri oynadığım tək öz sunucumdur. Burada bir çox farmlar eləməyə çalışıram və sizlərlə də paylaşacağam ki, siz də görəsiniz. Dostlar, bir öncəki videoda farmımız bir qat idi. İndi hal-hazırda 2 qatlıdır, yəni ki, daha çox mob gələ bilir. Mən düşündüm ki, bunu daha da artıraq da. Siz nə düşünürsünüz? Buraları hızlandırıram ki, daha rahat görəsiniz. Mən sizə deyim ki, yəni ki, əgər survival dünyasına başlayacaqsınızsa, elə birinci farmlar eləməyi düşünməyin də. Yəni ki, mən sizə deyim, mən də elə düşünürdüm, yəni ki, elə survival dünyamıza başlayan kimi elə çalışdım ki, çoxlu farmlar eləyim. Məsələn, balıq farmı eləmişdim. Həm oradan XP kasırdım. Çox olmasa kasırdım, yəni o qədər də olmasa. Sonra getdim, avtomatik elədim. Avtomatik, yəni ki, oltanı atdıqda şeydir, butona basmaq ehtiyac yoxdur. Sadəcə özü avtomatik çəkəcək və XP və əşyalar gələcək sandığa. Bunu autoclickerlə yedim çox vaxt. Amma ki, çox da XP gəlməsə də əşyalar bayağı gəlirdi. Yəni ki, büyü kitabları, Koruma 4, Ayaz 4 yəni. Mən sevdiyim sorursaz büyü kitabı hansıdır? Mənim üçün ya Servet 3, ya ki Koruma 4 və ya Tamirdir. Elə bu üçü olsa mənim üçün bəsdir. Mən sizə deyim, əgər tək oyunçusunuzsa, çarp büyüsü ilə istifadə edin qılıncınızı. Əgər dostlarınızla oynayırsınızsa, keskinlik 5-i önərirəm. Çünki mən belə düşünürəm ki, çarp sadəcə moblar işə yarayır. Keskinlik də işə yarayır, amma ki, bilmirəm. Mənə gəlir çarp belə yaxşıdır tək oynayanda, amma survival yəni dostlarla quranda mən həmişə keskinlik istifadə edirəm. Düzdür, indi bu sunucuda arada bir dostlarıma gəlir. İndi deyər ki, axı sənin qılıncında keskinlik büyüsü var. Sən niyə çarp istifadə eləmirsən? Amma hal-hazırda indi keskinlik istifadə edirəm. Çünki arada bir dostlarımız gəlir. Onlarla PvP falan atırıq arada bir. Niyə çox uzun zamandır olmurlar da onlar da. Dostlar, burada özüm üçün gəzirəm. Çox sıxıcı olmasa da biraz sıxıcı olur. Çünki tək olmaq insana tək olması oyunda, yəni ki, hal-hazırda dostlarım yoxdur. Təklikdən çox sıxılıram. Amma yenə də dözürəm. Çünki farmlar etdikcə oyuna daha da marağım artır. Bayaqdan danışıram, bir şey unutmuşam. Burada mən mobların daha tez əşya düşürməsi üçün ateş ocağı var, onu qoymuşam. Amma ki, XP gəlmir. Amma mənə görə yaxşıdır. Hal-hazırda çox sevinirəm ki, avtomatik olacaq. Hal-hazırda sunucumda heç bir mod yoxdur. Bura kimi gəlmişəm. Mənim günlərimin sayısı, yarısı elə farmları eləməyə gedibdir. Çoxsu. Çoxsu yox, elə yarısı. Yalan olmasın. İndi baxırıq burada əşyalara. Yəni, bayağı dolubdur əslində. Yəni ki, opsiyanla baxaq. Dəmirlər şeydən, zombilərdən düşür. Arada bir özünüz də bilirsiniz ki. Ona görə burada saxlayıram. Birikdirirəm burada. Dəmir kasmam heç ehtiyac olmur. Artıq videonun sonuna çatdıq. Ümid edirəm bəyənmisiniz dostlar. İnşallah gələn videoda görüşərik. Nə fikriniz varsa kommentdə bildirə bilərsiniz. Sevdirsiniz.